Salam, hər vaxtınız xeyir olsun, hörmətli abituriyentlər. Bugün sizə OTK-nın 10-cu ay 2025-ci ildə 9-cu siniflər üçün keçirilmiş buraxılış sınaq imtahanından artikl mövzusuna aid olan 2 sualın izahını verəcəm. Gəlin suallarımıza baxaq. Burada bizdən düzgün variantı istəyir. Boşluqdan sonra baxırıq ki, sifətin üstünlük dərəcəsi gəlib. Biz bilirik ki, sifətin üstünlük dərəcəsi nə ilə işlənir? Z artiklı ilə işlənir. İkinci tərəfimizə baxırıq, völ söz gəlib. Völ sözünün qarşısında biz nə veririk? Z artiklını veririk. Burada bizim düzgün cavabımız olacaq nə? C variantı. Gəlin ikinci sualımıza baxaq. Burada yenə bizdən düzgün variantı istəyir. Boşluqdan sonraya fikir veririk. Hər iki tərəfdə nə gəlib? Sayılan təksim. Biz bilirik ki, sayılan təksim qarşısında nə verə bilmərik? Boşluq verə bilmərik. Ya mütləq E, N, Z artiklı olmalıdır. Və yaxud da sayılan təksimdən işlənən işarə vəzlikləri this, that və yaxud da ki, isimlə işlənən yəlik əvəzliklərindən hər hansı biri olmalıdır. My, your, his, her, its, our, the. Sayılan təksim qarşısında boşluq ola bilməz. Mütləq bunlardan hər hansı biri sayılan təksimi qarşısında işlənməlidir. Gəlin variantlarımıza baxaq. A variantı ona görə gedir ki, sayılan təksimi qarşısında biz boşluq verə bilmərik. To be feilindən də sonra əsasən biz nə veririk isimin qarşısında? Yəni artiklından istifadə edirik. Yəni artiklından da biz nə vaxt istifadə edirik? Sözün tələffüzünə fikir veririk. Yəni sözün yazılışına fikir vermirik. Söz əgər saitlə tələffüz olunubsa qarşısında N artiklı, samitlə tələffüz olunubsa qarşısında E artiklını veririk. Burada birinci tərəfdə N artiklı verə bilərik. Amma ikinci tərəfdə nədir? Sözümüz samitlə tələffüz olunduğuna görə N artiklından istifadə edə bilmərik. B variantı ola bilməz. C variantında birinci sözümüz saitlə tələffüz olunduğuna görə qarşısında E artiklı verə bilmərik. C variantı ona görə gedir. D variantında hər şey qaydasındadır. Düzgün cavabımız olacaq D variantı. Y variantımız da ona görə gedir ki, ikinci sözümüz nə ilə tələffüz olunurdu? Samitlə tələffüz olunurdu. Qarşısında N artiklından istifadə edə bilmərik. Düzgün cavabımız qalacaq nə burada? D variantı. Sağ olun, salamat qalın.